Kanalımıza xoş gəlmisiniz. Bugün Ayxanı Gəncədə yeni açılmış Aladdin Kids Uşaq Mərkəzinə aparmışdıq saç kesimi üçün. Biz hər zaman Disneyland Kidsə gedirik. Həmən gün orada adam çox olduğuna görə buraya getməli olduq. Dedi buranı da sınayaq. Buranın dizaynı qəşəngdir. İçərisində oyun zonası var, laqabet otağı var. Sadəcə olaraq ab-hava o deyildi. Gələn səfər Ayxan yenə öz ustasının yanına gedəcək. Sonra Gəncədə, Gəncə qalasında yeni açılmış Sensei mağazasına getdik. Vaxtımız az olduğu üçün sizin üçün o qədər də çox video çəkə bilməmişəm. Yəni biraz fraqment, hər hissədən biraz fraqment çəkmişəm, amma deyərdim ki, yəni hər kəs ora getməlidir məncə. Çünki həqiqətən də hər şey var. Nə istəsəz, yəni tapa bilərsiniz. Qiymətlər də çox münasib. Və hal-hazırda da bütün mallara 50% endirim var idi. Sonra Gəncə qalasının 4-cü mərtəbəsində yerləşən Uşaq Əyləncə Mərkəzinə getdik. Что случилось? Бадим. Что это? Что это? Đập về ơi chạy chạy cái số đập sơ ra Belə bir çaşka. Bunu pakovkalamışlar. Sadəcə mən Instagram üçün video çəkirəm deyə onun pakovkasını açdım. Belə qiyməti də 5 manat. Bu formada çox qəşəngdir. Sonra Ayxan üçün belə turboçkalı marketində bir su qabı. Maşını sevir deyə bunu götürdük. Bunun da qiyməti 5 manat 50 qəpik. Sonra belə bir qız uşağı üçün üstü dəst götürdük. Materialı çox qəşəngdir, yumuşaqdır. Qış aylarında geyməsi üçün. Üçü bir yerdə belə 18 manat. Bu belə formada, yəni üçü bir yerdə 17 manat, 15 manat, 5 manat məsələn şortiklər çoxdur. İstəsəz baxa bilərsiniz. Yeni doğmuş uşaqlar üçün də çoxlu paltarlar var, yəni belə balaca paltarlar. Sonra yoldaşım özünə belə bir köynək götürdü, qəşəngdir. Tam kətan deyil, biraz kətana oxşuyur. Onun qiyməti çox qəşəngdir, 10 manatdır. 20 manatdan düşüb 10 manata 50% endirim var edesin şeylə. Ayxan üçün belə kətan bir dəst, çox qəşəng. Həqiqətən daha çox deyərdim Senseidə, daha çox kətan paltarlar daha çoxdur. Qəşəng qadınlar üçün şalvarlar, kişilər üçün köynəklər, uşaqlar üçün də belə dəstlər var, tək koftalar var. Belə də şortiki var qəşəng. Bunun da qiyməti 20 manat, 25 manatdan düşür. Bir də sonda belə bir qəşəng bir donumuz var. Bu da mənim üçün. Donun materialı çox qəşəngdir, həqiqətən də əlində duruşu da çox qəşəngdir. Bu formada yaxa hissəsi. Haycan. Bunun da qiyməti 20 manatdır. 20 manat. Bu formadadır. Alt hissəsində də belə astar var. Aldıqlarım bu qədər. Tövsiyə edərdim ki, yəni Senseiyə gedəsiniz. Həqiqətən çox gözəl məhsullar var. Həm uşaq üçün, həm böyük üçün. Yaxşı. Dekorlar var, çox qəşəngdir. Yəni mətbəx üçün, ev üçün çox qəşəng şeylər var. Sadəcə bizim vaxtımız az olduğuna görə, yəni çox baxa bilmədik. Sadəcə biraz baxdıq, gəzdik. İlk dəfə gedirdik. Adını eşitmişdik, amma gedə bilməmişdik. İlk dəfə gedirdik. Sadəcə baxmaq üçün getdik, görə nələr var. Amma məncə də davamlı gedəcəyimiz bir yer olacaq. Çünki çox qəşəng məhsullar var. Həqiqətən də yəni çox bəyəndik. Həm qiymətlər sərfəlidir, həm də ki, yəni çox göz oxşayan belə sadə, zərif, qəşəng məhsullar var. Həm geyimlər, həm qablar, qəşəng süfrələr var, qəşəng qablar var, qəşəng dekorlar var. Mətbəx üçün yəni həqiqətən də çox super şeylər var. Gedib baxmaq lazımdır. Bugün bu qədər. Daha bir vlogun sonuna gəldik. Daha çox evdə olduğum üçün çox vloglar çəkə bilmirəm. Əgər sizdə də ideyalarınız varsa, rəylərdə yaza bilərsiniz ki, daha çox hansı tip videolar istəyirsiniz. Məsələn, daha çox evdə olduğuma görə uzun vloglar çəkə bilmirəm, amma çalışdığım qədər reelslər atıram YouTube-a. Daha çox Instagramda daha çox aktiv oluram. Instagram səhifəmizi də aşağıdan qeyd edəcəm.
Gidib bəyənsəz, dəstək olsanız sevinərik, abunə olsanız sevinərik. Həmçinin YouTube-da da bizə dəstək olsanız çox sevinərik. Sizin üçün bu sadəcə bir sadə bir şey deyil, amma bizim üçün onun önəmi çoxdur. İndi hər birinizə təşəkkür edirəm. Sağ olun, gələn vaxtda görüşənədək.